görəsən Allah bu zülmün qarşısında niyə susur? Niyə dərhal cəza vermir? Dünyada zülm çoxalır, məzlum insanlar ağlayır, onların göz yaşı sel təkidir. Və bu əsnada zalimlər də gülür, şəmatət eləyir, qəhqəhə çəkir. Bu səhnələri biz görürük. Bu dünya, bu aləm hesab günü deyil ki, imtihan günüdür. Bu dünya imtihan dünyasıdır. Hesab məhşərdədir. Əgər istəsən tez Allah burada hesab çəkə, onda məhşərə bir məna qalmaz. Bu qədərini bilmək lazımdır. Bu dünya imtihan dünyasıdır. Uca Allah Quranda zülmü sevmədiyini söylüyor. Zülmü pisləyir, deyir, zülm yaxşı şey deyil. Amma bununla belə insanlara seçim azadlığı verir. İmtihan dünyası. İmtihan nədir? Sənə azadlıq verilməsə imtihan olar? Yox, onun mənası olmaz. Allah sənə seçim azadlığı verib, özü də elan edib, deyir, mən pislikdən xoşum gəlmir, zülmdən xoşum gəlmir. Sən bu əsnada bax gördən nə cür rəftar eləyəsən, sən seçimində azadsan. Deyir, Allah əgər hər pisliyə anında cəza versəydi, hər bir pisliyi elə dərhal anında cəzalandırsaydı, çox maraqlıdır. Onda heç kimin səmimi yaxşılığı ortaya çıxmazdı. Yəni, səmimi yaxşılıq ortaya çıxmazdı. Hamı cəzadan qorxardı ki, ay vay, məsələn, mən birdən bu işi görərəm, dərhal mən cəzalanaram. Cəza qorxusundan eləyərdi, səmimi olmazdı. Niyə Allah Taala deyir, təqvalı ol, təqvalı ol, təqvalı ol? Deyir, sən səmimi bəndə olduğunu ortaya qoymalısan. Qorxudan yox. Bəzi insanlar namazı qorxu ucbatından qılır. Orucu qorxu ucbatından tutur. Səmimi deyil bu. Allah Taala səni azad qoyub, 24 saat xidmətindədir. Özün bilərsən. Gizlində yeyə də bilərdin də. Və bu səmimi deyil ki. Səmimi budur ki, sən vicdanının səsinə qulaq asırsan və Allahı şahid və nazir bilirsən. Deyir, onda səmimiyyət olmazdı, əgər Allah dərhal cəza versəydi, onda insanları bu imtihanda bilinməzdi kim nədir. Hamı qorxuluqdan yaxşılıq eləyərdi, hamı qorxudan, pislikdən çəkinərdi. Allah Taala'nın sakit qalmasının əslində, Allah Taala'nın sakit qalması əslində bizə vaxt verməkdir. Allah Taala sakit qalır, dərhal zalimin cəzasını vermir, əslində bizə vaxt verir. Deyir, sən imtihan dünyasındasan, sən vaxtın var. Quran-ı Kərimdə buyur, və umli ləhum, biz onlara möhlət verdik. Allah bizə vaxt verib, bizə möhlət verib. Zalıma tövbə üçün möhlət verib, məzluma səbr üçün möhlət verib, bizə də tərəf seçmək üçün möhlət verir. Maraqlıdır. Zalıma deyirsə, tövbə fürsəti vermişəm. Bəlkə düşündün, daşındın. Məzluma deyirsə, da səbir. Nə qədər qəlbinə dağ çəkiləcək, səbir eləyəsən. Və ümidini məbada itirəsən, ümidini itirməyəsən. Səbir eləyəsən, möhkəm dayanasan, ümidini itməyəcək. Mənə nə deyir bə? Deyir, sən də baxasan, görəsən, hası səhvdə dayanasın. Yezidin səhvində durasın, İmam Hüseynin səhvində durasın. Mövqeyyət bəlli olmalıdır. Mənim neçə mövqeyyətim olmalıdır. Zülmü gördüyüm zaman mən neçə mövqeyyətdə durmalıyam. 50 mövqeyyətdə dayanası deyiləm ki. 50 məsələyi yuxarı aşağı eləyəsi deyil. Zülm zülmdür. Pislik pislikdir, yaxşılıq yaxşılıqdır. Sən gözün bugün yaxşı görür. Gedən prosesləri görürsən. Bir məsələ üzərində söhbət gedir. İslam, məzhəb və zülmün qarşısında dayanmaq. Söhbət budur. İndi burada mənim səhvim nədir, mənim cərgəm nədir, mən hansı cərgədə dururam? Allah mənə buna görə möhlət verib ki, sən cərgəni düzgün müəyyənləşdir.